toy olan evdə darvaza deyirlər də, giriş qapısına. Ora qırmızı lenta bağlayırdılar. Belə yaxşı formada, uzun bağlayırdılar. Yəni yolla keçənlər də bilirdi ki, burada toydur. Hətta tanınmayan adamlar da yol keçirlərdə deyər ki, acılar. O ev yiyəsi çox maraqlı idi ki, o adam gəlsin, onlar da biskət çörək yesin. Gedib orada çörək yerdilər, toyda iştirak edirdilər. O pul ki var ya deyirəm siyaha. Lap böyle neydi onu koymazlar pul yazısın. Yəni yol adamı oldu. Bəli, yol adamı oldu. Tanınmayan adam kimi onu xüsusilə o adam heç vaxt o pulun siyasını aparan adam kənd sakinlərindən başqa kənar adamdan pul almazdı. O asılırdı oradan. Bunlar toydan sonra da 2-3 gün asılırdı oradan. Öyle şeyler var. Sonra başqa nə var? Sen orada aşıqlar nağıl danışırdılar. Gecələr otururdular məsələn aşıqları saat 2-yə 3-ə qədər məsələn orada məsələn aşıqlar aşıq nağıllar danışırdılar. Cəmaət də çox diqqətlə hamı qulaq asırdı. Bəli. Bəs pul salmaq nə idi? Pul valla orada siyahı belə idi də. Tutaq ki bir nəfər adam otururdu kənddə, mağarın qırağında, ayaq tərəfində. Cəmaət gəlirdi, tutaq ki Həsən, Məmməd, kimin nəyə gücü çatırırsa pul verirdi, o da götürürdü, bloknotu vardı. Yazırdı ona, yəni indiki kimi indi qutu zat yox idi ki, qutuya salalar. Bizdə məsələn hər kəs ilk dəfə Laçın şəhərində burada məişət xidməti kombinatı, bax görürsünüzmü oranı? Məişət xidməti kombinatı vardı, orada ikinci mərtəbə salonu eləmişdilər toyxana kimi də belə, ikinci mərtəbə. O vaxtı Laçında Qardaşan müəllim vardı, rəhmətli, redaktor, qəzet, Laçın qəzeti redaktor. Onun oğlunun toyunu burada elədilər, rəhmətli Nizaminin toyunu. Və hamımız da getdi, özləri Sumqayıtda yaşayırdı, anası, uşaq. Ama atası burada redaktordu. Burada toy oldu, ilk dəfə həmən o salonda çox yüksək səviyyədə, çox gözəl, əsl şəhər toyu da belə deyim.